İlk olaraq mənə bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Bu böyük şərəfdir. Mənə məlumat verildi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr var, jurnalistlər var. Yəni, bugün Qarabağda ikinci dəfə 50-dən artıq ölkənin nümayəndəsi bir araya gəlibdir. Mən xatırlayıram ki, məhz bu auditoriyada ötən il, məhz bu tarixdə mənim çox maraqlı söhbətim oldu iştirakçılarla və o zaman da mən ümidimi bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və artıq gördüyünüz kimi bu artıq bir ənənəyə çevrilibdir. Bu tədbir regionda və ölkədə baş verən hadisələrlə bağlı sonuncu forumdan bəri mən deyərdim ki, mən bu haqda geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu təkcə media sahəsində deyil, ümumiyyətlə ölkədə baş verənlər və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərim ki, biz tarixi transformasiyanın şahidiyik. Tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir balaca zəifləyibdir və yeni əməkdaşlıq formatları meydana gəlibdir. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ki, ötən ilin sentyabrında baş verdi, bu ən mühüm hadisədir. Təkcə bu birinci, ikinci forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu. Bir çox hadisələr